Salam. Riyaziyyat 20 sınaq test toplusu 17-ci ümumi sınağın izahlarına baxaq. Sol tərəfdə sualı görürük, sağ tərəfdə izahlarını verəcəm. Demək, 5 rəqəmli 7, 9, 79 mindən başlayır da 7, 9, 3, AB ədədini 30-a böldükdə qalıqda 4 alınır. Əvvəla bu 30-a bölmə nə deməkdir? 30-a bölünmə əlaməti nədir? 30-a bölünmək üçün ədəd həm 3-ə, həm də 10-a qalıqsız bölünməlidir. Şimdi biz ona baxaq birinci. Ona bölünmə əlaməti sonunun 0 olması lazımdır. Yəni bu B əgər 30-a tam bölünərsə sonu 0 olmalıydı. Sadəcə qalıq 4 dediyi üçün deməli bizdə 0 üstə 4 gələndə bizim B'miz 4'dür. Onda bizim ədədimiz 7, 9, 3, A, 4 şəklində olacaq. Bu ədədin də 30-a böləndə qalıqda 4 olması üçün bu gördüyümüz A elə bir qiymətlər almalıdır ki, demək, bu ədədi biz 3-ə böləndə, 3-ə böldükdə bizim qalığımız 1 olmalıdır. Qalığımız 1 olmalıdır. Onda 7 üstə 9, 13, 16, 16 üstə 3, 19, 19 üstə 4, 23 üstə gəl A şəklində bir ifadə alırıq. Yəni 3-ə bölünmə əlaməti bu idi ki, rəqəmlər cəmi 3-ə bölünsün. Amma 3-ə böləndə qalıqda 1 alınmalıdır. Onda bu şərtlə deyən ədədlər 2, 5, 8 olacaq. Çünki 23 üstə 2, 25. 3-ə böləndə qalıq 1 qalır. 23 üstə 5 yəni 28. 3-ə böləndə qalıq 1. 23 üstə 8, 31. 3-ə böləndə qalıq 1. Deməli, bu şərti ödəyən ədədlər 2, 5, 8-dir. Və bunların cəmin bizdən soruşur. Doğru cavabımız 15 olacaq. Birinci sualımız. Növbəti sualımız. Demək, kök altında 3-cü dərəcədən kök altda 2 bərabər 4 üstə x minus 1. Biz bilirik ki, birinci kökün dərəcəsi burada 2-dir. İç-içə bu şəkildə köklər veriləndə dərəcələr bir-birinə vurulur, yazılır. 6-cı dərəcədən 2 bərabərdir. Biz 4-ü 2-nin kvadratı şəklində yazsaq, qüvvətdə x minus 1. Sol tərəfi rasional üstü qüvvət kimi yazarsak, onlar 2 üstü 6-da 1 bərabərdir. 2 üstü bu gördüyümüz 2-ni x minus 1-ə vursaq, onlar 2x minus 2. Əsaslar eyni olduğu üçün üstü tənliyin xassəsinə görə qüvvətlərin bərabərləşdiririk. Verilən tənliyin hər tərəfini 6-ya vursaq 1 bərabərdir 12x minus 12 şəklində tənlik alınır. Buradan 12x bərabərdir 13-ə, x bərabərdir 13 bölünsün 12. A variantı. Növbəti 3-cü sual. 3-cü sualı sol tərəfdə yenə deyirəm görürük. Mən bunu yazmıram. Birbaşa vuruqları ayrılmış şəklinin burada yazacağım. Birinci kəsrimizin surətini vuruqlara ayırsaq, yəni cəm mənfi 2, hasili mənfi 8-i verən ədədlər olacaq x minus 4, x plus 2. Yəni həm ədədlər mənfi 4 ilə 2-dir. Kök deyirəmsə, müsbət 4 ilə mənfi 2 olacaq. Bu kəsirin məxrəci isə x minus 3, x plus 2 şəklində vuruqlar ayrılacaq. Vurulsun. Növbəti kəsirimizin surəti x minus 3, x plus 1 şəklində vuruqlara ayrılır. Məxrəci isə x minus 2, x minus 4 şəklində vuruqlara ayrılacaq. Müəyyən ixtisarlar aparaq. Burada x plus 2-lər ixtisar gedir, x minus 3-lər ixtisar gedir, x minus 4-lər ixtisar gedir və nəticədə surətdə x plus 1 qalır, məxrəcdə x minus 2. A variantı. Növbəti 4-cü sual. 1 minus i üstü 4, üstəgəl 1 plus i üstü 4. Hər birinin açılışını yazaq burada. Deməli, bu bərabərdir 1 minus i-nin kvadratının kvadratı şəklində yazarıq. Yəni, qüvvətdəki 4-ü kvadratın kvadratı şəklində yazırıq. Onda a minus b-nin kvadratı var burada. Olur birincinin kvadratı, çıxılsın 2ab, üstəgəl ikincinin kvadratı və bir ümumi kvadrat var 7. Biz bilirik ki, i-nin kvadratı mənfi 1-dir, müsbət 1-lə islah olur, qalır mənfi 2i-nin kvadratı. Bu da bizə verir 4i kvadrat, yəni mənfi 4. İndi isə ikinci mötərizənin açılışına baxaq. Eyni ilə biz bunu yenə də 1 plus i-nin kvadratının kvadratı şəklində yazırıq. Bunun da açılışı olur a kvadrat, üstəgəl 2ab, üstəgəl b-nin kvadratı. Yenə də i kvadrat mənfi 1-dir, müsbət 1-lə islah olur, alınır 2i-nin kvadratı. Bu da bizə verir 4i kvadrat, yəni mənfi 4. İndi biz birinci mənfi 4 ilə ikinci mənfi 4-ü toplayırıq və aldığımız cavabları, yəni hər iki mötərizənin cavabı mənfi 4-dür, toplayanda mənfi 8 C variantı.
Növbəti sualımıza baxaq. Beşinci sualda düzgün altıbucaqlıda AB 6'dır, tərəf yəni 6'dır verilib. Deməli, tərəf verilib 6. BC 4'dür. YC'nin uzunluğunu soruşur. YC parçası da bu gördüyümüz bu hissədir. Demək, biz nə edirik? Düzgün altıbucaqlı olduğu üçün düzgün altıbucaqlının böyük diaqonalı tərəfin 2 mislidir. Yəni 2A. A da bizdə 6 olduğu üçün olacaq 12. Böyük diaqonal hansıdır? Burada baxın. Bu YB. Bir dəqiqə burada. Yazmaq biraz çətin olur. Demək, burada gördüyümüz B və Y nöqtələrin yenə alınmadı. Üzrlü sayaq. B və Y nöqtələrini birləşdirsək, bax bu parça, bu diaqonal bizim üçün düzgün altıbucaqlının böyük diaqonalıdır. Bu da 12'dir. Və həmçinin burada Y və C nöqtələrini də birləşdirsək, bu düzgün altıbucaqlının kiçik diaqonalıdır və düzgün altıbucaqlının kiçik diaqonalı A kök altda 3 şəklində tapılırdı. A kökdə 3 şəklində tapılırdı. Bizdə də tərəf 6 olduğu üçün bu olur 6 kök altda 3. Bu hissədə olur 6 kök altda 3. Qısa ispat eləyə bilərik ki, burada gördüyümüz bucaq düz bucaqdır. Yəni B, C, Y bucağı 90 dərəcəli bucaqdır, düz bucaqdır. Düzgün altıbucaqlının tərəfi 6 olduğu üçün burada GC-yə yerdə 2 qalır. Və bu düz bucaqlı 3 bucaq. Niyə bu düz bucaqlı 3 bucaqlıdır? Əvvəla onu deyək. Düzgün altıbucaqlının tərəfləri bərabər olduğu üçün və onun bir kör bucağı 120 olduğu üçün burada gördüyümüz bucağa, yəni YSD bucağına düşür 30 dərəcə. Həmçinin ümumi yenə də C bucağı 120 olduğu üçün 120-dən siz 30'u çıxsaz 90 dərəcəni almış olarsınız. Bu gördüyümüz 3 bucaq, rənglədiyim 3 bucaq düz bucaqlı 3 bucaqdır. Bu x-i soruşur. Biz də Pifagor teoremi ilə yaza bilərik ki, x-in kvadratı bərabər 2'nin kvadratı üstə gəl 6 kök altı 3'ün kvadratı. Bu 4 olur. 6 6'dan 36, 36'nı da 3'ə vursaq 108. Bu olacaq 112 və bundan kök alsaq, doğru cavabımız olacaq hansı? 4 kökdə 7. 4 kök altda 7. C variantı. Növbəti 6-cı suala baxaq. Demək, DY parçanın şəklin üzərində verilənləri görürük. Bizdən BY parçasının uzunluğunu soruşur. DY-nin AB-yə paralel olduğunu deyib. Biz üçbucaqların oxşarlığından, Fales teoremindən bilirik ki, burada qayda belə olacaq. 18'in bütöv 18 plus x-a nisbəti bərabərdir 12'nin 20'ye nisbəti. Bu kiçik üçbucaqla ümumi böyük üçbucağı müqayisə edirik. 8'in 18 plus x-a 12'nin 20'ye nisbəti. Bunlar da 4'e ixtisar getsə 5'də 3 qalar. Onda biz bunu çarpaz vursaq. Onlar 54 üstə gəl 3x bərabərdir 90. 3x bərabərdir 36. X bərabərdir 12 olacaq. Y variantı. Növbəti 7-ci sual. Kvadrat tənlik 2x kvadrat çıxılsın 3x üstə gəl m-1 bərabərdir 0. Bizə verilib 3x1 çıxılsın 2x2 bərabərdir 7. Əlavə olaraq biz bilirik ki, Viet teoreminə görə bu tənliyin köklər cəmi 3/2'dir. Yəni 1/5'dir. Birinci tənliyi olduğu kimi saxlasaq, bərabərdir 7. İkinci tənliyin hər tərəfini 2'yə vuraq. Onda onlar 2x1 üstə gəl 2x2 bərabərdir 3. Tərəf-tərəfə toplasaq, x2'lər islah olar, alınar 5x1 bərabərdir 10, x1 bərabərdir 2. Aparıb ikinci tənlikdə x1'in yerini 2 yazsaq, anda x2 bərabərdir -0,5 alarıq. Bizdən nəyə soruşur? M-i. Əlavə olaraq biz bilirik ki, Viet teoreminə görə köklər hasili sərbəst həddin A əmsalına, yəni 2 olan nisbətinə bərabərdir.
Yəni 2 vurulsun mənfi 0,5 bərabərdir m-1 bölü 2. 2-ni mənfi 0,5-ə vuranda mənfi 1, onda m-1 bərabər mənfi 2, m olar mənfi 1. Y variantı 7-ci sualda. Mən biraz tez-tez izah edirəm. Siz videonu saxlayıb və ya geriyə qaytarıb yenidən izahlara baxa bilərsiniz. 8-ci sual trigonometriya. Sinus 264. Mən o 264-ü 270 çıxılsın 6 şəklində yazıram və bilirik ki, bu 3-cü rub bucağıdır. Sinus mənfidir. Çevirmə düsturunda 270-dən istifadə etdikdə ad dəyişir, olur kosinus 6 dərəcə. Sonra məxrəzdə gördüyümüz sinus 84-ün yerinə sinus 90 minus 6 yazıram. Birinci rüb bucağıdır, müsbətdir. 90-da ad dəyişir, olur kosinus 6 dərəcə. Sonra tangens 253-ün də yerinə biz tangens deməli 270 çıxılsın 17 yazırıq. Burada gördüyümüz yəni 4 trigonometrik funksiyada çevirmə işləri aparırıq. Bu üçüncü rüb bucağıdır, müsbətdir. 270-də ad dəyişir, olur kotangens 17. Həmçinin bu kəsirin surətindəki tangens 73-ün də yerinə 90 minus 17 yazıram. Birinci rübdür, müsbətdir. Ad dəyişir, olur kotangens 17. Onda kəsirimizin surətində sinus 264-ün yerinə mənfi kosinus 6 dərəcə. Tangens 73-ün yerinə kotangens 17 dərəcə. Sinus 84-ün yerinə kosinus 6 dərəcə. Tangens 253-ün yerinə kotangens 17 dərəcə yazılır. İxtisarlardan sonra doğru cavab mənfi 1. B variantı. Sonra 9-cu sual. Biz bu kəsirin surətin vuruqlara ayırsaq, onda olacaq x minus 4, x üstəgəl 4 bölünsün modulda x minus 1. İntervallara müraciət eləsək, hər 3 ifadəni sıfıra çevirən qiyməti ədəd oxunda qeyd etsək, bu olacaq mənfi 4, 1, müsbət 4 və içərisi boş şəkildə. 4-dən böyük bir qiymət verib yoxlasaq, 5 versə x-ların yerinə müsbət olar. 1 ilə 4 arasında bir 0 verib yoxlasaq, mənfi alınar. Mənfi 4 ilə 1 arasında, daha doğrusu 1 ilə 4 arasında 2 verib yoxlasaq, mənfi alınar. Mənfi 4 ilə 1 arasında 0 verib x-ların yerinə yoxlasaq, yenə mənfi alınar. Mənfi 4-dən kiçik mənfi 5 versək, mənfi modul olduqca müsbət alınır. Bizdən mənfiləri soruşduğu üçün doğru cavabımız mənfi 4-dən 1-ə birləşmə 1-dən 4-ə qədərdir. Sadəcə nə sual verib? Tam ədədlərin cəmi. Buradakı tam ədədlər mənfi 3, mənfi 2, mənfi 1, 0, 2, 3 şəklindədir. Doğru cavab mənfi 1. 3-lər islah olur. Mənfi 2 ilə müsbət 2 islah olur. Cavab olur mənfi 1. D variantı. 10-cu sual. Demək, vektor verilib sadə sualdır. Biz bilirik ki, vektoru AB vektorun komponentlərlə yazanda B vektorunun B nöqtəsinin koordinatlarından A nöqtəsinin koordinatları çıxılırdı. Yəni, mənfi 2 çıxılsın 1 və 3 çıxılsın 4. B-dən A-nı çıxırıq. Bu da alınır. Mənfi 3, mənfi 1. Sonra A, S vektoru isə, yenə də burada S-dən A-nı çıxırıq. Yəni, 5 çıxılsın mənfi 2. S nöqtəsinin koordinatlarından, uyğun koordinatlarından A nöqtəsinin uyğun koordinatlarını çıxırıq. Və mənfi 1 çıxılsın 3. 5-dən mənfi 2 çıxanda 7 olur. Mənfi 1-dən 3 çıxanda mənfi 4 olur. Bizdən bu vektorlar cəminin uzunluğunu soruşur. Onda AB vektoru üzərinə gəl AC vektoru. Birinci ilə birincini toplayırıq. Söhbət bu vektorlardan gedir. Olacaq 4. Mənfi 3-də 7 gələndə 4. Mənfi 1 üstə mənfi 4 gələndə olacaq mənfi 5. Uzunluq deyirsə, biz bilirik ki, vektorun uzunluğunu tapmaq üçün komponentlərin kvadratlar cəmin toplayıb kök almalıyıq. Bu da olur 25 üstə 16, 41. Deməli, 10-cu sualda, yox bir dəqiqə, 25, 16. 25, 16, 41 edir. Nəsə səhv etməmişik. Mənfi 2-dən 1 çıxanda mənfi 3. 3-dən 4 çıxanda mənfi 1. Sonra AC deyir. Mən burada səhv etmişəm. Bir dəqiqə. Burada səhv etmişəm. AC vektorunu tapanda mən 5-dən mənfi 2 çıxmışam. Bax, burada yanlışlıq eləmişəm. Bir dəqiqə. Burada yanlışlıq eləmişəm.
Yenidən yazacağım bu sualı. Burada səhvimiz oldu. Demək, AB vektoru bərabərdir. AB vektoru B-dən A-nı çıxsaq, -2 çıxılsın 1, 3 çıxılsın 4. Bu olur -3, -1. Sonra AC vektoru bərabər C-dən A-nı çıxırıq. C 5-dir, A 1-dir. Sonra -1 çıxılsın 4. Bu da olur 4, -5. Yəni bu vektorların bizdən cəminin uzunluğunu soruşur. Bunların uzunluğunu toplamaq üçün birinci vektorun komponenti ilə ikinci vektorun uyğun komponentlərini toplayırıq. -3 üstə 4 gələndə 1, -1 üstə -5 gələndə -6 və kök altda bunların kvadratlar cəmi. Bu da olacaq kök altda 37. Yəni D variantı. Növbəti 11-ci sualımız integral. Biz 8-ci integralın xaricinə çıxarsaq, yerdə qalar kosinus kvadrat 2x dx. Və burada nə edirik? Dərəcə uzatma düsturundan istifadə etsək, 1 üstə gəl kosinus 4x böl 2 şəklində ifadə alarıq. 8 ilə 2-ni ixtisar aparsaq alınar 4 vurulsun integral 1 plus kosinus 4x dx bərabərdir 4 vurulsun. Biz burada nə edək? Demək, ayrı-ayrı integral tapırıq. 1-in integralı x-dır. Kosinus 4x-in integralı sinus 4x. Sadəcə buradakı k-ya bölürük. Üzərinə gəl c. C ayrı yazılır. 4-ü mötərizənin içinə vursaq, 4x üstə gəl sinus 4x üstə gəl c şəklində cavab B variantı. Növbəti 12-ci sual. Bu demək limit x yaxınlaşır sonsuzluğa 3-də 2 üstə x plus 1. Bu 3-də 2 adi kəsirdir və 0 ilə 1 arasında qiymətlər alır. Bilirik ki 0 ilə 1 arasında qiymət alan istənilən ədədin qüvvətini artırdıqca onun qiymətləri 0-a yaxınlaşır. Məsələn 0,1-in kvadratı 0,100-1-dir. Görürsünüz, artıq özündən daha kiçik olur. Və bu şəkildə digərlərini yoxlasaq da 0,2-nin kvadratı 0,4 artıq. Və bu əsasları biz artırdıqca qiymətlər 0-a yaxınlaşacaq. Ona görə bu limitin ümumi cavabı elə 0-a bərabərdir. 13-cü sual. S12 çıxılsın S8 bərabərdir 50, S20-ni tap. S12 nədir? 1-dən 12-yə qədər olan hədlərin cəmidir. S8 isə 1-dən 8-ci də daxil olmaqla hədlərin cəmidir. Burada müəyyən islahlar aparsaq, mötərizələr atsaq, yerdə qalacaq, yəni A8-ə qədər birinci mötərizədən A8-ə qədər bütün hədlər islah olacaq. Yerdə qalacaq A9, A10, A11 və A12 bərabərdir 50. Bunlar ardıcıl hədlər olduğu üçün birinci hədlə sonuncu həddin cəmi A9 ilə A12-nin cəmi elə A10 ilə A11-in cəminə bərabərdir. O da ki, məlumdur, 50-nin yarısı olacaq. Çünki cəmi 2 yerə ayırdıq biz. 50 2 yerə bölündü. Bizdən soruşduğu S20-dir. S20-nin düsturu belə idi. A1 plus A20 böl 2 vur 20. Burada diqqətlə baxsaq, A1 plus A20-də indekslərin cəmi 21-dir. Və bizim belə bir qaydamız var indekslər cəmi ilə bağlı. Onda A9 plus A12, həmçinin A10 plus A11-in də indekslər cəmi 21 olduğu üçün, onda biz bu kəsirin surətinin yerinə elə bunların qiymətini 25-i yaza bilərik. 25 böl 2 vur 20. Doğru cavabımız 250. Sonra 14-cü sual. AD DB-yə, BY YS-yə, AF FC-yə bərabərdir. Onda belə çıxır ki, bu DY, sonra FY şəkil üzərində göstərirəm və DY parçaları orta xətlərdir. Orta xətdir. Orta xətlərin də əmələ gətirdiyi üçbucaqların sahəsi ümumi ABC üçbucağının sahəsinin 4/1 olur. Bizdən DYF üçbucağının sahəsini soruşur. Ümumi sahə 32 olduğu üçün 32-ni bölərik 4-ə. Doğru cavabımız 8 olar. Orta xətlərin əmələ gətirdiyi üçbucağının sahəsi ümumi sahənin 4/1 hissəsidir. Perimetr lazım olsaydı yarısı olardı. 15-ci sual. Demək, burada nə edirik?
Bizdə belə bir qayda var idi ki, x bu şəkildə içəridə qalan x, y, z bucaqlarının cəmi xarizdəki alfa bucağını verir. Burada görürük ki, bizə yazıb x plus z-nin cəmi 70-dir. Onda alınar ki, y plus 70 bərabərdir alfaya. Demək, x plus z-nin cəmi 70 olduğu üçün bunu yazdıq. Sonra alfa plus y-in də cəmin 150 verib bizə. Alfa plus y-in də cəmin 150 verib bizə. Bu tənliklər sistemə diqqətlə baxaq. Birinci tənlikdən alfa y-ləri bir yerə yıxsaq, alınar alfa minus y bərabərdir 70. İkinci tənlikdə alfa plus y bərabərdir 150. Tərəf-tərəfə bu tənlikləri toplasaq, y-lər islah olar. 2 alfa bərabərdir 220, alfa bərabərdir 110 dərəcə. Məndən nəyi soruşur? A, B, C bucağı. A, B, C bucağı. Yəni y-i soruşur. Y də bərabərdir 150 çıxılsın 110. Çünki ikisinin cəmi 150 idi. Bu da olur 40 dərəcə. Yəni E variantı. Növbəti 16-cı sual. 16-cı sual. Fx bərabərdir x kub çıxılsın 2x plus 1. X bərabərdir mənfi 1 nöqtəsini çəkmiş toxunanın tənliyi. Əvvəla toxunanın tənliyini yazaq. Qaydamız belə idi. Y bərabərdir fx0 üstə gəl f' x0 vurulsun x minus x0. Biz birinci verilən funksiyada fx0'ı nəzərə alaq. Yəni f mənfi 1'in. Orada x0 deməkdir o x. Bərabərdir mənfi 1'in kubu çıxılsın 2 vur mənfi 1 üstə gəl 1. Bu olur 2. Bir də törəmə tapaq. Verilən funksiyanın törəməsi 3x kvadrat minus 2'dir. Və bu funksiyanın törəməsində mənfi 1'i nəzərə alsaq, 3 vur mənfi 1'in kvadratı çıx 2, bu da 1 olur. Onda bizdə toxunanın tənliyi fx0, yəni biz onu tapdıq ki 2'dir. Üstə gəl f'(x0), yəni 1 vurulsun x minus x0. x0 bizdə mənfi 1'dir. Bu mötərizəni açsaq, olacaq x plus 1 plus 2, x plus 3 şəklində bir cavab. E variantı. Sonra 17-ci sual. Oturacağının diametri 16, doğranı 10 olan konusun həcmi. Konusun həcmi tapılır. V bərabərdir 3'də 1 pi r kvadrat h-la. Oturacağının diametri 16-dırsa, deməli bunun radiusu 8'ə bərabərdir. Biz bilirik ki, düzbucaqlı üçbucağın bir katet ətrafında fırlanmasından konus yaranır. Həmin bu hansı tərəf ətrafında fırlanırsa o hündürlük olurdu. Doğran bax budur. Hipotenuz olur bir növ. Diametri 16 isə radius 8 o buradır. Bizə lazımdır bu hündürlüyü tapmaq. Əslində o şəkil belə yaranır da burada. Belə bir şəkildir. Bu da bizim konusumuzdur. Hündürlüyü tapmaq üçün biz Pifagor teoremindən yaza bilərik ki, 10'un kvadratı çıxılsın 8'in kvadratı. Bu bizə verir 6. Onda həcm bərabər 3'də 1 vurulsun pi vurulsun r kvadrat vur h. 6 ilə 3'ü ixtisar etsək 2 qalar. 8'in kvadratı 64. 2'yə vursaq 128 pi. A variantı 17'də. Sonra 18-ci sual. 18-ci sualı şəkil üzərində görə göstərə bilərikmi? AD SB-yə bərabərdir. Deməli, bərabər yanlıdır. DC 8'dir. Üstə oturacaq. Və buranın perpendikulyar olduğunu bizə deyib, göstərib. AC-nin SB-yə. AC həm də tənböləndir. Aha, bizdən AC diaqonalının uzunluğunu soruşur. Demək, bura bir alfa desək, burada alfa olacaq. Yəni, DAC bucağı alfadırsa, CAB də alfadır. Burada gördüyümüz, bax, bu DC və AB oturacaqları bilirik ki, paraleldir. Onda buradakı bu C bucağına da biz alfa deyə bilərik. Yəni, DCA-ya alfa deyə bilərik. Çünki daxil çarpaz bucaqlar yaranır burada. Yəni, CAB bucağı ilə DCA bucağı bərabər olacaqlar. Onda bu gördüyümüz üç bucaq bərabər yanlıymış. Bura 8'dirsə, onda bu yan tərəf də 8'dir. Elə həmçinin bu yan tərəf də 8'ə bərabərdir. Bərabər yanlı trapesiyanın solda gördüyümüz sol tərəfdəki oturacağı bitişik bucağı 2 alfa olduğu üçün sağda gördüyümüz B bucağı da 2 alfaya bərabərdir. Onda düzbucaqlı ASB üçbucağı üçün, yəni üçbucaq ASB üçün biz yaza bilərik ki, alfa plus 2 alfa bərabərdir 90 dərəcə. Yəni iti bucaqlar alfa 2 alfadır.
Buradan alfa alınır 30 dərəcə. Demək, bu CAB bucağı 30 dərəcədir. ABC bucağı isə olacaq 60 dərəcə. İndi biz nə görürük burada? Həmin düzbucaqlı üçbucağı lap sağ tərəfdə sizin üçün çəkirəm. Baxay. Demək, bura 90 dərəcə, bura C'dir, bura A'dır, bura B'dir. Biz buranı tapdıq 30 dərəcə, bura 60 dərəcə, burada 8 idi. Bu X-i bizdən soruşur. Bilirik ki, 30 dərəcələ bucaq qarşısındakı katet 8-dirsə, 60-ın qarşısında duran katet onların kök altı 3 dəfə çox olur. 8 kök altda 3. Növbəti. Akif və Seymurun bugünkü yaşlarının cəmi, belə deyək də, Akif A hərfi ilə işarə və Seymur S hərfi ilə işarə edir. Bugünkü yaşlarının cəmi 60-dır. Akif 7 il əvvəl doğulsaydı. 7 il əvvəl doğulmaq artıq onun yaşı 7 yaş çox deməkdir. A-7 yox, A+7. Seymur 2 il sonra doğulsaydı artıq bu gec doğulduğu üçün bunun yaşı 2 yaş az olacaq. S-2. Bir onların bugünkü yaşlarının cəmi neçə olardı? Bax, bunu soruşur bizdən. A və S-in cəmi 60 olduğu üçün 60 üstə gəl 7 çıxılsın 2. Bu da 65 olacaq. D variantı. 20. Maraqlı sualdır. 20-ci sualda. 1 bölünsün AB bərabərdir. 2 bölünsün BC bərabərdir. 3 bölünsün AC. Biz ilk 2 bərabərlikdən B-ləri ixtisar aparsaq alınar C bərabərdir 2A. Həmçinin 1-ci və 3-cü bərabərliklərə baxsaq, orada A-ları ixtisar aparsaq C bərabərdir 3B alınır. Onda belə çıxır ki, buradan 2A bərabərdir 3B. 2 və 3-ün əkobu 6 olduğu üçün biz bunu 6M, 6X, 6K şəklində yaza bilərik. Onda buradan alınır ki, A bərabərdir 3K, B bərabərdir 2K. Yəni 2A-nı 6K-ya bərabər etsək A 3K olur. Və C də bərabərdir 2A olduğu üçün bu da 6K-ya bərabərdir. Və bunların cəminin bizə 198 olduğunu deyib. 3K üstə gəl 2K üstə gəl 6K bərabərdir 198. 11K bərabərdir 198. K olur 18. Bizdən C-ni soruşduğu üçün C bərabər 6 dənə 18, yəni 108. C variantı. 21. Loqaritmik tənliklər 5 vurulsun 3 üstü loqaritma x əsasdan 4 üstə gəl 4 üstü loqaritma x əsasdan 3 bərabərdir 54. Baxın, bu gördüyümüz 3 üstü və 4 üstü ifadələri bir-birinə bərabərdir. Çünki qaydamız var idi ki, 3 ilə 4-ün yerini dəyişmək olar. Onda bu olacaq 5 vurulsun 3 üstü loqaritma x əsasdan 4 üstə gəl 3 üstü loqaritma x əsasdan 4. Yenə deyirəm, bunlar eyni ifadələrdir. Onu elə biri ilə əvəz edirik. Bir növ bu 5t plus 1t'dir. Yəni 6 dənə t bərabərdir 54-ə. Buradan 3 üstü loqaritma x əsasdan 4 bərabər 54-ə 6-ya bölsək 9. 9-u da 3-ün kvadratı şəklində yazsaq, əsaslar eyni olduğu üçün alınacaq loqaritma x əsasdan 4 bərabər 2. Buradan da alınır ki, x kvadrat bərabərdir 4. X bərabərdir deməli 2-yə mənfi 2 götürə bilmərik. Loqaritmanın əsası mənfi olmaz. 21 A variantı. 22-ci sual. Burada nə edirik? Deməli 3 üstü x plus 2 bərabər 36. 36. Demək, biz 3 üstü x plus 2-ni 3 üstü x vur 3 üstü 2 kimi yazırıq və buradan alınır ki, 3 üstü x bərabər 3-ün kvadratı 9, 36-ın 9-a böləndə 4. Bu qalsın olduğu kimi. Birinci, 3-cü dərəcədən kök altda 2 vur 3 üstü x üstə gəl kök altda 27-nin yerinə 3-ün kubun yazırıq. Deməli, olur 3-cü dərəcədən 2 vurulsun. Bax, buradakı 3x-in yerinə yuxarıda əvəz etmədən 4 yazıram. Sonra burada 3 üstü x-i 4 yazıram, amma əlavə olaraq qüvvətinə 1, 3 də var. Birinci kökün cavabı 2-dir. Çünki 2 4-ün 8 eləyir. 3-cü dərəcədən 8 2-dir. Həmçinin 4-ün kubu 64-dür. Kök altı 64-dən də 8 çıxır. Doğru cavab 10. Növbəti 23-cü sual. 23-cü sual. Düzbucaqlı şəklində meyilli torpaq sahəsi verilib.
bu sahə qazılaraq ABY-də düzbucaqlı şəklində düz bir sahəyə gətirilməlidir. Torpaq meyillidir. Bu gördüyümüz həmin BCFY, B təpə nöqtələrini göstərirəm. B, Y, F, C. Deməli, AB 20-də ölçüləri verilib burada. Y-də də düzbucaqlı şəklindədir. Deyir, bu işi görmək üçün neçə kub metr torpaq götürülməlidir. Bu nə deməkdir qısacası? Bu figurun biz həcmin tapırıq. Yəni, bu həmin o BCFY-nin altında qalan, BCFY düzbucaqlısının altında qalan üçbucaqlı prizmanın həcmini soruşur bizdən. Onda yazacağım V bərabərdir. Prizmanın həcmi S oturacaq vurulsun H-dır. Oturacağı gördüyümüz bizə tərəf qalan ABC düzbucaqlı üçbucağıdır. Bir növ aşmış vəziyyətdədir bu prizma. Oturacağın sahəsini tapmaq üçün düzbucaqlı üçbucağın sahəsini tapanda katetləri bir-birinə vurub 2-yə bölürük və bu prizmanın hündürlüyü BY-dir, yəni 30-dur. Sadəcə bir növ belə başa düşək, prizma aşmış vəziyyətdədir. Sadəcə bu prizma deyil, torpaq sahəsində o şəkildədir sadəcə. 20 ilə 2-ni ixtisar aparsaq 10 alınar. Bu olar deməli 45 yanında 204.500 metr kub olacaq. İlk baxışdan çətin görünür, amma həlli çox sadədir. Sonra 24-cü sual biraz maraqlı sual olacaq. Kosinus x üstəgəl kök altda 3 sinus x bərabərdir 1. Deməli, burada kosinusun əmsalı 1-dir, sinusun əmsalı kök altda 3-dür. Bu tənliyi həll etmək üçün belə bir qaydaya baxaq. A sinus x üstəgəl B kosinus x bərabərdir C. Bu tənliyi həll etmək üçün maraqlı bir üsul. Tənliyin hər tərəfin kök altda A kvadrat plus B kvadrata bölürəm. Yəni, burada olur kök altda 1 üstəgəl 3, yəni 2-yə böləcəm tənliyin hər tərəfini. Onda bu olacaq 2-də 1 kosinus x üstəgəl kök altda 3 böl 2 sinus x kök altda 3 böl 2 sinus x bərabərdir 2-də 1. Tənliyin hər tərəfini 2-yə böldüm. İndi burada keçirik toplama düsturlarına. 2-də 1-in yerinə biz sinus 30 dərəcə vurulsun kosinus x. Kök altda 3 böl 2-nin yerinə deməli kosinus 30 dərəcə yazıram. Vurulsun sinus x bərabərdir 2-də 1. Niyə? Bunlar toplama düsturlarını gətirmək üçün. Bu da bizə hazır sinus alfa plus beta düsturunu verir. Bu açılış bunun açılışıdır. Deməli, sinus x bərabər A tənliyinin həlli belə idi. Mənfi 1 üstü k, pi, sinus 2-də 1, yəni pi böl 6, üzərinə gəl pi k. Sadəcə bunun içərisində x plus 30 dərəcə var. Elə bunu dərəcəni ifadə edərik. X bərabərdir, alınacaq mənfi 1 üstü k, vur 30 dərəcə, üstə gəl 180 k, o solda olan 30-u da sağa keçirsək, çıxılsın 30 dərəcə. Hamısını dərəcəli ifadə etdik. İndi burada işimiz biraz vaxt apara bilər. Niyə görə? Yoxlamaq lazımdır. Ən kiçik müsbət kökü. İndi mənfi 1-i birinci verib yoxlayaq. Mənfi 1. Birinci işimiz x-ə k-ya. K-ya mənfi 1 verməkdir. K-ya mənfi 1 versə görə x-ımız nə olar? Bu olar mənfi 1 üstü 1. Yəni mənfi 30 dərəcə. Çıxılsın 180-də mənfi 1-ə vuranda mənfi 180, çıxılsın 30. Artıq bu mənfi kökdür. Bizdən ən kiçik müsbət. Sol tərəfə baxın, müsbət kök soruşur. Bu mənfidir. Növbəti x-a bir 0 versək, x-a 0 versək, onda olacaq mənfi 1 üstü 0, 1, 30 dərəcə, üstə gəl 180 vurulsun 0, çıxılsın 30 dərəcə, bunun da cavab elədi 0. Bu da müsbət həll deyil. Üçüncüsü k-ya 1 versək, onda bizim tənliyimizin kökü olacaq x bərabər mənfi 1 üstü 1, yəni mənfi 30 dərəcə, üzərinə gəl 180 dərəcə, çıxılsın 30 dərəcə. Bax, bunun cavabı olur 120 dərəcə. Qalanları yoxlasaq artıq böyük köklər olacaq. Ən kiçik müsbət kökü 120 dərəcədir. 120. Cavab qartına 120 yazılacaq. Sonra gəldik üçbucağın sahəsi. Verilənləri görürük. ACY üçbucağının, yəni bu rəngli üçbucağın sahəsini soruşur. Ümumiyyətlə bu üçbucağın sahəsi, bu kör bucaqlı üçbucaqda görünür. Bu üçbucağın sahəsi 2-də 1 AH ilə tapılır. Yəni oturacaq burada CY-dir. Hündürlük üçbucağın xaricində qalan AB parçasıdır. Sol tərəfə diqqətlə baxın. Bu düzbucaqlı üçbucaq var burada ABY. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olacaq, yəni 5 olacaq. Demək, bizim üçbucağımızın sahəsi 2-də 1 vurulsun. SY 6-dır, AB hündürlüyü isə 5-dir.
Bir də deyirəm körbucaqlı üçbucağın bir hündürlük görürsünüz onun xaricində qalıb. Bu da olur 15. 15. Növbəti 26-cı sual. Çoxluqlar üçün verilib ki, NA bərabərdir 2MB, 2MB. N A-da olub B-də olmayanların sayı 10-dur. A kəsləşmə B çoxluğunun alt çoxluqlarının sayı. Aha, alt çoxluqlarının sayı, yəni 2 üstü N ilə tapılır. Bu qaydamız belə idi. Bərabər edirik 16-ya. N bərabərdir 4 alınır. Bu nədir? A və B çoxluqlarının kəsləşməsində 4 dənə element var. O deməkdir. Alt çoxluqlarının sayı. Kəsləşməsinin alt çoxluqlarının sayı. Və şərtdə verib ki, A ilə B-nin fərqinin sayı 10-dur. Yəni A-da olub B-də olmayanlar, bu A çoxluğu, bu da B çoxluğu. Sayı 10-dur. Mən onu buraya yazıram. Və birinci bərabərlikdə yazıb ki, A çoxluğunun elementlərinin sayı B çoxluğundan 2 dəfə çoxdur. Biz NA-nın 14 olduğunu gördük. Onda MB bərabər 14-ü 2-yə bölərik, 7 olar. MB-nin 7 olması üçün sağ tərəfdə, yəni B-də olub A-da olmayanlar, B ilə A-nın fərqi 3 olmalıdır. 3 olmalıdır. Bizdən soruşur, A ilə B-nin birləşməsinin sayını tap. O da bərabər. Bunları toplayırıq. 14 üstə gəl 3. Doğru cavab 17. 17 olacaq. 27-ci sualı izah edəcəm. 28, 29, 30-cu suallar həmişə kimi kanalımızda short qısa video şəklində paylaşılacaq. Birinci verilən funksiyamız y bərabərdir x kvadrat plus 4x-dir. Söhbət gedir artma, azalma, cüt funksiya, böhran nöqtəsi. Deməli, bu kvadratik funksiya x kvadrat plus 4x. Bunun təxminən qrafiki bu şəkildə olacaq. 0 və mənfi 4-də absisokun kəsib, qollar yuxarı gedən bir qrafikdir. Bu funksiya həm azalır, müəyyən aralıqda m-ə qədər azalır, m-dən sonra isə artan funksiyadır. Yəni, bu sırf artsın və ya azalsın deyil, artır və azalır. Və yaxud daha doğrusu azalır müəyyən aralıqda və artır müəyyən aralıqda. Bu, A variantını çıxırıq. Cüt funksiyadırmı? Xeyr. Çünki bu ordinat oxuna nəzərən simmetrik deyil. Mənfi sonsuzluq mənfi 2 aralığında azalandır. Aha. Biz burada m-i tapmalıyıq. M-in düsturu var idi. Mənfi b böl 2a. Yəni, mənfi 4 bölünsün 2, mənfi 2. Parabolanın qolları əgər yuxarıdırsa, onda bu mənfi sonsuzluqdan m-ə qədər azalan olacaq. Yəni, həqiqətən mənfi sonsuzluqdan mənfi 2-yə qədər bu azalan funksiyadır. 1-ə uyğun gəldi C variantı. Böhran nöqtəsi yoxdur. Var. Törəməsi 0-a bərabər olur. Qiymətlər çoxluğu mənfi 3 müsbət sonsuzluqdur. Xeyr. Bunun ən kiçik qiyməti n mənfi 3 deyil. Ona görə mənfi 3-dən müsbət sonsuzluğa olmayacaq. Növbətiyə keçək. İkincisi, y bərabər 2x minus 6. Bu kx plus 5 şəklində olan funksiyadır. Və ordinatı mənfi 6-da kəsən, absiz oxu ilə iti bucağı əmələ gətirən belə bir düz bucaq, düz xətdir. Kx plus b. Bu da həmişə artan funksiyadır. Kx plus b-də k müsbət olduğu üçün bu artan funksiyadır. 2-yə a uyğun gəlir. Sonra cüt deyil bu. Ümumiyyətlə kx plus b-lərindən təşkil edir. Cütdür. Böhran nöqtəsi yoxdur. Bəli, bunun minimum, maksimum eləyədə böhran nöqtəsi yoxdur. Yəni, törəməsi 0-a bərabər ola bilmir. Ona görə buna həm də D variantı da uyğun gəlir. Üçüncüsü, y bərabərdir modul x plus 1 minus 3. Bu funksiya modul funksiyadır. Qrafiki paraboladakı kimi ona oxşuyur. Yəni, bir vahid sola, 3 vahid yuxarı getməklə təpə nöqtəsi tapılır və qollar yuxarı düz xət. Yəni, bunlar düz xətlərdir. V şəkilli qrafikdir. İndi burada nə var? Deməli, AC getdi, ACD getdi. B cüt funksiyadır. Xeyr, ordinat oxuna nəzərən simmetriklik yoxdur burada. Bir dənə Y variantı qaldı. Qiymətlər çoxluğu mənfi 3-dən müsbət sonsuzluğa. Bəli, Y-in ala biləcəyi qiymətləri görürük ki, mən burada səhv etdim yenə də. Qrafiki səhv qurmuşam. Bir dəqiqə. Mənfi 1, mənfi 3 olmalı idi. 1 vahid sola, 3 vahid aşağı. Mənfi 3. Təpə nöqtə buradadır. Buradan qollar qalxır yuxarıya V şəkilli, bu yoxşuyur. Və qiymətlər çoxluğu bunun, ordinat oxun görürük ki, mənfi 3-də, ordinat Y-in qiymətləri mənfi 3-dən başlayır, yuxarıya doğru hərəkət edir. Mənfi 3-dən müsbət sonsuzluğa qədər Y variantı. 1-ə S, 2-ə AD, 3-ə Y. 28, 29, 30-cu suallar short şəklində kanalımızda paylaşılacaq. Sağ olun.